Salam, axşamınız xeyir olsun, əziz şagirdlərim. Bugünkü izahımız test 4, sınaq 4 haqqında olacaq. Başlayaq birinci sualdan. Dahiyanə sözünün fonetik tərkiblə ilə bağlı səhvi müəyyən edək. Biz bilirik ki, sait samit deyəndə tələffüza baxırıq. Hecadır, vurğudur, burada yazılışa baxırıq. 4 hecalıdır, düzdür, vurğusu sonun 4-cü hecaya düşür. Bu doğrudur. Bizə yanlışı soruşur. Sözdə həm kar, həm cingilti samit var. D kar, cingiltlidir, h kardır, doğrudur. Sonra yazılışı deyilişi fərqlənmir, doğrudur. Sözdə bir uzanan sait var, iki uzanan sait var. Yanlışdır D variantı. Aynı qanun pozulmuşdur, doğrudur. Birdən cavabımız dahiyanə. 2 dənə uzanmamız var. Vurğu baxımından soruşur. Vurğu baxımından məntiqi ardıcılığı tamamlayın. Xüsusən inversiya, adil ikinci hecalara düşür. Burada isə etnoqraf. İkinci hecanı yazmalıyıq. Cavabımız C variantı. Verilmiş sözlərdə buraxılmış hərflərin yerinə müvafiq olaraq yazılmalıdır. Bikar yazılır. Aşpaz yazılır. İnk yazılır. İnk yazılır. Buldozer o yazılır. Cavabımız C variantı. 3-də. Hansı nümunədə hər iki misrada sinonim cütlü işlənibdir? Hər iki misra soruşur. Yəni birinci, ikinci misrada o da B variantıdır. Demə mahnı, hava, ellər, obalar sinonim işlənibdir. Cavabımız B variantı. Bir frazoloji birləşmə deyil. Əldən salmaq, xətrinə dəymək, gözdən salmaq, gözdən etmək frazoloji birləşmədir. Şırnaqlı etmək isə sözdür, mürəkkəb sözdür. Birinin leksim mizahı səhv verilibdir. Bu demək mühmat, xurafat, fanatizm doğrudur. Müjdə, xoş xəbər, muştuluq doğrudur. Fəhim, daxilən bir şeyi duyma bacarığı doğrudur. Möhlət, vaxt verilmə, müddət icazəli, möhlət verir deməkdən. Yəni deyir ki, möhlət verir, orada vaxt vermə, müddət icazəli vaxt və s. Cavab D variantı yanlışdır. Ahıl sözün sinonimi yaşlı sözüdür. Ahıl yaşlı sinonimidir. Aşağıdakı sözlərdən biri digərləri ilə sinonim deyib. Demək ki, lətif, zərif, nəfis, incə bir-birinə sinonim ola bilər, amma səmimi sinonim deyil. Omonim sözlər göstəririk. At, atmaq, bir də at heyvan mənasında. Bel, insanın beli ilə lapatka, məsələn, torpağı qazmaq üçün istifadə etdiyimiz bel. Bənd, ədəbiyyatda istifadə olunan 5 bənd, 3 bənd. Bir də var bənd, suyun qabağını kəsmək üçün istifadə olunur. Bənd cavabımız B variantı. Verilmiş sözlərdən birində saytla başlanışa keçi artırdıqda ki əvəzlənməsi baş verir. Mexanik, türk, tək hecalı olduğuna görə dedik olmur. İştirak fərqlənmir. Kalustuk K olur, mexanik K olur. Bizə də deyir saytla başlanır. Sayt ilə başlanırsa mexanik burada kalustuk. Bunlarda bizə deyir ki, ki əvəzlənməsi olsun. O da cavabımız demək hansı olur? D variantı çörək. Saytla başlanışa keçi əlavə edək. Məsələn, olur nə? Çörək, ki əvəzlənməsi olmuş olur. Cavabımız onda D variantı. Ağıllı kəndli mətn oxumuşam. Siz də mətn oxuyandan sonra başlayarsınız testdə işləməyə. Demək, birinci fikir, hansı fikir mətnin ideyasına uyğundur? Əvvəl zəhmət çəkən sonra rahat olur. Bu mətnin ideyasına uyğundur. Mətn oxusanız görərsiniz ki, yəni ki, E variantıdır 11-ci sualda. Kəndlinin davranışında hansı xüsusiyyət özünü göstərir? Kəndli necə idi? Demək, kəndli cəsurluq döydü, qədir bilən idi. Sonra mötəbərlik deyildi, düşüncəlilik. Bir də düşüncəlilik idi, fərasətsiz deyildi, qolu zorluq da döydü. 3-4 A variantı. Çərçivə daxilində verilmiş sözün həqiqi yoxsa məcazi mənada işləndiyini və eyni zamanda məzmunda olduğu nümunəni müəyyən edirik. Baxaq, burada çərçivə daxilində verilmiş sözümüz hansıdır? Böyüyüb yetişdirdikləri zaman atlarının yanında. Bu məcazi mənadadır və məcazi məna eyni mənada da işlətməliyik. Məcazi məna, məsələn, dibçəklərdə qırağına düzüldü, yetişdi. Bu məcazi mənada deyil, həqiqi mənadadır.
Ona görə bizə deyir ki, eyni mənada işlənsə və eyni məzmunda olduğu cümləni. Cavab tədbir boyu o məqam yetişmədi ki, zala söz eldi, məcazi mənadadır. Bu sözümüzdür. Cavabımız C variantı. Səhv fikirləri seçin. Mətndə bu haqqda danışılır, mətndə bu haqqda danışılmır. 14-cü sualda qalmışdıq deyəsən. Demək, səhv fikirləri deyil soruşun. Mətndə bu haqqda danışılır. Mətndə bu haqqda danışılmır. Demək, insan təbiətlə mübarizə aparır, danışılmır. Amma yaxşılıq qarşısız qalmır. Bəli, mətndə bu haqqda danışılır. Çünki orada deyir ki, mən atama, anama, yəni baxıram, burada məsələn ödəyirəm, bir hissəsi borcumu ödəyirəm, qalan üçünü də məsələn deyir ki, göstərən ata-anama verirəm, övladlarımın təhsilinə xərcləyirəm, ümid eləyirəm ki, mənim də əlim ayağım tutulub yeriyə bilmədiyim vaxt onlar da mənim əlimdən tutacaqlar, mənə yardım göstərəcəklər. O mətndə danışılır, padşah zülmü olur, onlardan danışılmır. Mətndə bu haqda danışılmır. Hər oxuyan molla pəna olmadığı kimi hər zəhmət çəkən də mükafat almır. Burada da mətndə haqqdan danışılmır. 2-4 zəhmət insanı ucaldır. Bəli, burada zəhmətdən danışılır. 2-4 A variantı. Hansı dəyişik edirsə mətnin strukturu ilə bağlı uyğunsuzluq aradan qalxa. Deyir ki, birinci, ikinci, üçüncü abzaslar birləşməlidir. Birləşməməlidir burada. Birinci, ikinci abzaslar yanlışdır. Bizə doğrunu soruşur. Son abzas 2 abzas şəklində verilməlidir. Son abzasımız balaca bir hissədən ibarətdir. Burada 2 abzas şəklində verilə bilməz. Sonra ikinci abzas 5-ci abzasdan sonra verilməlidir. Baxaq ikinci abzasımıza. İkinci abzas, buradakı abzas deyir 5-cidən sonra verilməlidir. Xeyr, əksinə kəndli deyir. Bu kəndlinin nitqidir. Ona görə verilə bilməz, yanlışdır. Sonra yanlışdır. Demək, ibtidai sözü ilə başlayan abzas mətnin giriş hissəsi kimi verilməlidir. İbtidai, yox, o deyildi. Demək, ikinci abzas 5-ci abzas kimi verilməlidir, yanlışdır. 4, 5-ci abzaslar bir abzas şəklində verilməlidir. 4-cü, 5-ci abzaslara baxaq. 1, 2, 3, 4. 4 ilə 5 eyni abzas verilməlidir. Bu nitqdir, kəndlinin dedikləridir. Ona görə verilə bilməz. Cavabımız E variantı. Birinci abzas 2 abzas şəklində verilə bilər. Davam edək. 15, 16-cı sualdan. Mətnin hər bir hissəsinə uyğun başlıqları müəyyən edir. Giriş, əsas, nəticə hissəsi. Məsələn, girişə yaza bilərik D variantını. Təsadüfi tanışlıq. 2-yə yaza bilərik əsasa, padşahın çaşqınlığına, tapmacanın cavabını. 3-ə də nəticə yaza bilərik zəhmətin bəhrəsi. 3-ə A. 16-da A variantı. Birinci abzasda nöqtələrin yerinə yazıla bilər. Birinci abzasımızdakı nöqtələrimiz gəzib dolaşarkən tarlada nə sürən, baxar, nə sürən, demək cüt sürən, bir də çotan. Cavabımız 1 ilə 3 C variantı. Mətnin xülasəsində hansı ilə bağlı məlumatın yazılmasına ehtiyac yoxdur. Kəndlinin danışdığı sözlər var. Şahın gəlişi, uşaqların vəfası haqqında danışılır. Şahın razılama pulun tezlərdən düşməsi haqqında danışılmır. Qarşısında üçbucaq qoyulmuş hissəmiz hansıdır? Padşah sözü. Demək, qoyulmuş abzasda bir-birini əvəz edən ifadələr seçin və yazın. Burada deyir ki, bir-birini əvəz edən, demək, qarşısında üçbucaq işarəsi qoyulmuş abzasda bir-birini əvəz edən ifadələr seçin və yazın. Burada nə yaza bilərik? Padşah necə idi? Burada bir-birini əvəz edən sözlərimiz namuslu, ondan sonra vicdanlı, bunları qeyd edə bilərik. Mətnin məzmununa uyğun olmayan cümləni müəyyən edirik. Bu da, bax, bu cümlədir. Burada qəlb puldan danışılır. Demək, az tapıldığında, məsələn, buradan odan başlayıb hazırlanırdı. O vaxtlar qızıl çox az tapıldığından qəlb pullar hazırlanırdı. Bu mətnin məzmununa uyğun olmayan cümlədir. İkinci mətnimiz Fillər məktəbi haqqında bir mətndir. Başlayaq 21-ci sualdan. Deyir ki, aşağıdakı parça hansı sözlə başlayan abzasdan əvvəl artırılmalıdır? Cavan fillər şalbanlardan düzəldilmiş ağıllarda saxlanılır. Şəkər, qamış və digər dadlı yem bitkilərinin köməyi ilə onlara verilən komandalara əməl etmək qaydaları öyrədilir. 2-4 nəfər həftəyə fillər əsas komandalara arışırlar. Bu
növbəti bax bu hissələri yazmaq olur. Çünki bu hissədə deyir çıxarılır. Onlara məsələn gündəlik rejim müəyyənləşdirir, cüt-cüt gəzmək, dayanmaq o hissəni növbəti ilə başlayan abzası artırmaq olar. Hansı dəyişiklik edirsə, mətnin strukturu ilə bağlı uyğunsuzluq aradan qalxar. Uyğunsuzluq aradan qalxar. Birinci, ikinci abzasın yeri dəyişdirilməlidir. Baxaq, birinci, ikinci abzasların yeri əlbəttə ki, dəyişdirilməlidir. Birinci deyir ki, Taylandda əsrlərdən bəri insanlar fil arasında yaranmış ünsiyyət hələ davam edir. Məktəb tələbələrini axtarmağa yollanıb. Fillər axşamdan meşə edir, onları tapmaq çətin deyil. Mövcud olduğu son 8 ildə. Yəni birinci 2 gəlməlidir, sonra birinci abzas gəlməlidir. A variantı doğrudur. Burada 22-də uyğunsuzluq aradan qalxar. 23 mətnə əsasən doğru fikirlər müəyyən edir. Fillərin əhliləşməsi mümkün olmayan heyvanlarda xeyr, fillər əhliləşirdi. Fillər məktəbində həm fərdi, həm qrup şəklində keçirirdi. Bəli, bu doğrudur. Məsələn, burada yazılır ki, qrup halında da fərdi də keçirilirdi 2. Bənzər heyvanlarda eyni məqsədlə istifadə etmək olar. Burada doğru fikirləri seçirik. Bənzər heyvan eyni məqsədlə istifadə etmək olar. Doğrudur. 3-ü də götürürük. 2 və 3. Fillərin da ailə bağları möhkəmdir. Mətnə əsasən doğru fikirləri seçin. Burada danışılmır. Mətnə əsasən doğru fikirlərimiz 2-ci və 3-cü olan sözlərimizdir. Çərçivədəki boşluğa yazıla bilər. Burada çərçivədəki boşluq hansı idi? Çərçivədəki boşluğa baxaq, görək hardadır. Burada müəyyən yaş həddinə çatanda yalnız E variantı. Tünd qara hərfləri verilmiş söz əsasında uyğunluğu müəyyən edək. Tünd qara verilmiş sözümüzü tapaq. Hansı idi? Tünd qara hərflə verilmiş sözümüz. Küt sözüdür. Küt tələbəyəm. Rast gəldiyindən. Demək, məcazi mənada işlənibdir. Həqiqi mənada deyil, məcazi mənada işlənibdir. İtilənmiş mənasını ifadə edir. Xeyr, burada qavrayıcı zəif olan mənasını ifadə edir. Doğrudur. 2, 4, B variantı. Mətnin heç bir tərkib hissəsinin planı ola bilməz. Fillər məktəbi ilə tanışlıq ola bilər. Qocalan fillərin aqibəti var. Bir təlimçinin ölümü. Bir təlimçinin ölümü burada sondadır. Sonra fillər məktəbi ilə tanışır. Fillər əmək fəaliyyətində, amma fillərə edilən zülm danışılmır. Neçənci abzasda məntiq xətası var? 7-ci abzasdır. Baxaq görək 7-ci abzaslar hansıdır? 1, 2, 3, 4, 5, 6, 7. 7-ci abzasda demək ki, məntiq xətası var. Burada məntiq xətası 10-11 yaş deyir. Bax, buradadır məntiq xətası. Çünki burada deyir ki, 3 ildən sonra 7 demək bala dünya gəldiyində 3 yaşına qədər anası qalır. 3 yaşından 3 ildən sonra təlimçilərin dediyi kimi məktəbdə saxlanan bala isə 7 il. 3-dən 7 il 10 il. 10 il buradan sonra növbəti illərdə deyir fillər ağıldan çıxarır, onlara bu təlimlər öyrədilir. Öyrədiləndən sonra 10-11 yaşı tamam olur. İbtidai və orta məktəb. Məktəb bitirəndə 10-11 yaşı tamam olunur. Uyğunsuzluq oradadır. 9-cu abzas hansı idi? 9-cu abzas buradır. Bəhrələnmə sözünü aşağıdakı ifadələrdən hansı ilə əvəz etmək olar? Əlbəttə, burada bəhrələnmək olar. Faydalanmaq mənasıdır. 28A. Çərçivə daxilində verilmiş cümlələrdə təkrarın qarşısını almaq üçün istifadə oluna bilər. Burada təkrarın qarşısını istifadə etmək üçün, məsələn, çərçivə daxilində verilmiş hissəmiz buradır. Burada, məsələn, onlar gündə, sonra gündə, məsələn, gündə hər gün ola bilər. Bir də burada bir neçə saatlıq və bir neçə saatlıq, bir o qədər, bir neçə saatlıq məşq keçirməyi və bir o qədər saatlıq, bir o qədər işləməyə icazə verir. Yəni, burada bir neçə saatlığı əvəz edə bilərik, bir o qədər, gündəni də əvəz edə bilərik, hər günlər. Mötərizə daxilindəki nöqtələrin yerini özündən əvvəlki sözü aydınlaşdıran ifadə yazaq. Mötərizə daxilindəki nöqtələrin yerinə. Tədarük. Tədarük hazırlıq deməkdir, hazırlanma deməkdir, ehtiyat deməkdir. Cavabımız, yəni açıq sualımızda da cavabımız belədir. Sonda bəyənib rəy yazmağı unutmayın ki, növbəti videolarımız hamısı çəkilib YouTube kanalımıza yerləşdirilsin. 70 sınaqdır. İkisini çəkmişəm. Qalanlarını da hamısını çəkib YouTube kanalı yerləşdirəcəm ki, sizlər də faydalana bilərsiniz. Sağ olun, salamat qalın.